Bağlanan sözün bitdiyi an verilişinin aparıcısı Nigar Fərhad səssizliyini pozub. Aparıcı video paylaşım edərək son zamanlar cəmiyyətdə baş verən hadisələrə reaksiya verib. O, həmçinin böyük qınağa səbəb olduğu sözlərinə də aydınlıq gətirib. Düşünürdünüz ki, Nigar Fərhadı vurmaq üçün ən böyük şansınız bu dəqiqədir. Burada bilməmisiniz. Sizə bədxəbəri verim ki, beyninizdə olan şey yoxdur, həyata keçmədi. Narahat olmayın, hər şey qaydasındadır. Sizin vicdanınız olsun. Mən donum qalım. 4 oğlan 14 yaşlı qızı nə günlərə qoyub. Məni o vaxt paylaşan blogerlər hardasınız? Paylaşırdınız ki, Nigar Fərhad atasız qızlardan danışdı. Mən özüm atasız qızam. Heç vaxt atasız qızlara söz deməmişdim. Nə demişdimsə, hər kəs, komandamız, jurnalistlər əslində nə demək istədiyimi bilirdi. Siz də bölüşüb gözümə soxurdunuz. Xatırladaq ki, Nigar Fərhadın oğluma atasız qız almaram sözləri cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu və Kanal S verilişin yayımını dayandırmışdı.